Bu evin qiymətində nə az, nə çox 20.000 manat endirim olub. Hazır mənzilli tam əşyalı, əlavə də heç nə almağa ehtiyac yoxdur. Sadəcə köçüb yaşamaq qalır. Yerləşir Nərimanovda. Nərimanov metrosuna piyada 7-8 dəqiqəlik maksimum məsafədədir. Yeni binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış çox gözəl bir mənzili sizə təqdim edirəm. Siz mənzili videonu izləyin, mənzil haqqında fikirlərinizi də bölüşün bizimlə. Mən də mənzildə olan hər bir şeyi sizin nəzərinizə çatdırıram. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Bura, deməli, bizim giriş qapımızı göstərək buranı. Giriş qapısı daxil olduqda sağ tərəfdə bu hissədə əyləşmək üçün, paltar asmaq üçün yerlər nəzərə alınıb və burada şkaf yığılıb. Axıra kimi də yuxarı hissədə şkafdır. Dərinlik də yaxşı səviyyədədir. Əşyalarınızı, paltar, ayaqqabı tam rahatlıqla yerləşdirə bilərsiniz. Eyni zamanda aşağı hissədə bu hissələr də yəni şkafdır. Döşəmə qranitdir, üstü döşəmə ilə təsis olunub. İşıqlandırmada lüstr, spotlar, gizli işıq, bura işıqlardan istifadə olunub ümumilikdə. Yəni mənzil işıqlı mənzildir. İnşallah gəlib canlı baxanda da şahid olacaqsınız. Giriş qapısı ilə üzbəüz giriş bu hissədə dresuarımız var, dekor yerləşdirilib, arxa hissəsi venesianka boyadır, sağ və sol lepka daraqlardan istifadə olunub. Otaqların yerləşməsini nəzərə çatdırım. Burada yerləşir mənzilin sanitar qovşağı, burada əsas yataq otağı, uşaq otağı, burada isə yerləşir mənzilin qonaq otağı. Elə başlayaq bu otaqdan mən bir-bir hər şeyi sizə göstərim. Dediyim kimi, necə var, elə də satılır. Nə var onları deyim sizə, deməli, hal-hazırda qonaq otağındayıq. Burada divan, kreslo yerləşdirilib, orada 5 nəfərlik dairəvi masamız var. Tavan hissəni ümumi olaraq göstərək, mərkəzdə böyük lüstr, gizli işıq spotlar, bu hissədə bura işıqlar yerləşdirilib. Yenə burada venesianka boyalarından istifadə olunub. TV stand bu hissədə yığılıb, televizorda yerləşdirilib hazırdır. Aşağı hissəsi də burada yenə şkaflarımız var. Kondisionerə kimi hər bir şey var. Dediyim kimi əlavə heç nə almağa ehtiyac yoxdur. Nəzərinizə çatdırım ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir. Ona görə mətbəx hissə burada yığılıb və qonaq otağından sürgülü şüşə qapı ilə ayrılır. Mətbəx evi sağ və sol hissədə yığılıb. Görürsünüz, kifayət qədər şkaf var. Yəni, bu ölçülü mənzil üçün məncə kifayət qədər yerimiz var. İçərisində göstərin, dərinlik də yaxşıdır. Üstü və sinəliyi mərmərdir. Qaz peçi, aspirator, soyuducumuz burada qoyulub hazırdır. Sobalar və burada paltar yuyan, qab yuyan, yəni hər bir şey var. Burada belə bir masamız da yerləşdirilib və burada təbii ki, üstü döşəmə ilə təchiz olunub. Döşəmə isə otaqlarda parketdir. Keçək vaxt itirmədən mən sizə göstərib mənzilin digər otaqlarını. Otaqlara da keçməzdən əvvəl bayaq qeyd etmişdim, bu hissədə yerləşir mənzilin sanitar qovşağı. İçərisi də kifayət qədər genişdir. Bütün aksesuarlarla tam olaraq təchiz olunub. Sol tərəfdə duşkabin yığılıb. Üzbəüz gözəl, böyük moydadırımız və sağ tərəfdə isə divar içi unitaz. Yəni, bütün aksesuarlar tam hazırdır. Buradan keçirik mənzilin əsas yataq otağına. Ölçüsü də normal ölçüdədir. Bütün mebel dəsti tam olaraq yığılıb. Bu hissədə görürsünüz taxtımız. Arxa hissəsi qupa ilə işlənilib. Sağ və sol dekor güzgülər, bura işıqlar. Yataq otağın bu hissəsində şkafımız yığılıb. Tam axıra kimidir. Ona görə deyirəm, əşya yerləşdirmək üçün problem yoxdur. Burada make-upımız aşağı hissələrdə şkafdır. Buradan da mənzilin eyvanına çıxış var. Kondisioner, televizor, yəni hər bir şey var. Keçək, mən sizə göstərim. İkinci yataq otağından sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə mənzilin ikinci yataq otağıdır. Buranı istəsəz uşaq otağı kimi də istifadə edə bilərsiniz. Böyük yataq otağı kimi də, yəni sizin istəyinizdən asılıdır. 2 ədəd taxt yerləşdirilib burada. Arxa hissəsində yenə işlənilib. Ortada dekor güzgü, bura işıq. Buradan da mənzilin eyvanına çıxış var. Tavan hissəni ümumi olaraq göstərək. Və bu yataq otağın bu hissəsində də yenə şkafımız yığılıb, televizora kimi də hamısı qoyulub hazırdır. Belə, mən demək olar, mənzildə olan hər bir şey sizə göstərdim. Məlumatlar deyim, Nərimanovda yerləşir, Nərimanov metrosuna piyada 7-8 dəqiqə məsafədə, yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, 2 otaqdan 3 otağa mətbəx studiyo şəklində dizayn edilərək təmir olmuş bir mənzildir.
Gördüyünüz çətirlə satılır bütün mebel texnika hamısı qiymətə daxildir. 10-cu mərtəbədə yerləşir və mənzilin qiyməti 345 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.